Deyək ki, hansısa bir vəsaiti səhv götürmüsünüz aptekdən, baş tibb bacısından. O vəsaiti geri qaytarmaq istəyirsiniz, necə edəcəksiniz? Daxil olursunuz anbar təqibinə. Daxil olduqdan sonra burada geri qaytarma var. Geri qaytarmanın üzərinə klik edirsiniz. Yeni düyməsini seçirsiniz. Bu təbliğnamənin tərsidir. Sağ tərəfə burada seçirsiniz. Geri qaytarılan anbarı seçirsiniz burada. 10 nömrə şəhər poliklinikası, yəni müəssisəniz hardan götürmüşsünüz onu seçirsiniz. Proqram adında hansı proqramdan götürmüşdünüz onu seçirsiniz ki, həmin vəsaitlər orada çıxsın. Profili dərmandan götürmüşdük. Deyək ki, listə adı da yazırıq səhv. Qeyd etdiyim məsələ klik edirəm, açıqlama yazmağa ehtiyac varsa yazırsınız, nəyə görə səhv olubsa. Qeyd etdiyim məsələ klik etdikdən sonra mən anbardan nələri götürmüşdümsə, həmin proqramdan ancaq onlar çıxır. Qalaq kimi mədaxil etdiklərimi anbara qaytara bilmərəm. Ancaq anbarda nələr götürmüşəmsə onlar çıxır. 2 dəfə üzərinə klik edirsiniz, miqdarı ancaq əlinizdə olanları yazırsınız. 67 dənə var, bundan mən 68 yaza bilmərəm. Deyək ki, 67 yazıram elə. Təsdiq etdiyim məsələni sıxıram. Təsdiq etdikdən sonra balaca X-i burada basıram. Əgər səhv yazmışamsa, buradan redaktə edə bilərəm. Yox, əgər ümumiyyətlə səhvdirsə, geri qaytarmanı səhv eləmişəmsə, sil düyməsinə bassam, silinəcək. Və tibb bacısına, baş tibb bacısına və ya da aptek bölmə müdürünə bildiriş gedir ki, geri qaytarma var, o da ona öz reaksiyasını bildirir. Əgər təsdiq edirsə, həmin vəsait sizdən silinir, gedir, düşür ambara. Yəni buradakı 67 silinir, 0 olur. Vəssalam.